Deməli, videonu saxlama olmuşdum bayaq. Deməli, triasetil sellulozadan deməli istifadə olunur. Süni asetat ipəyinin və yanmayan plyonkaların süni asetat ipəyi və yanmayan plyonkaların istehsalında istifadə olunur. Bundan başqa deməli nədir bu? Selluloza. C6H7 O2 OH OH OH. Bu əgər 3 mol nitrat turşusu reaksiyaya girərsə, bu zaman C6H7O2 ONO2 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 N, yəni belə bir birləşmə əmələ gəlir. Bu birləşmənin də adı plus 3N H2O da çıxır burada. Bu birləşmənin də adı trinitroselluloza olur. Bu partlayıcı maddədir. Tüstüsüz barıtın istehsalında istifadə olunur. Ümumiyyətlə nitro birləşmənin əksəriyyəti partlayıcıdır. Yadınıza salaq 2,4,6 trinitro fenol piçilin turşusu partlayıcı idi. 2,4,6 trinitro trotil TNT 3 dənə də adı var idi. Bax o da partlayıcı maddə idi. Ümumiyyətlə nitro birləşmələr adətən partlayıcı olur. Burada trinitroselluloza da partlayıcıdır. Sonra dinitroselluloza, bir də trinitrogliserin də keçmişdik bir. Trinitrogliserin, o da partlayıcı idi. Dinitrogliserindən isə istifadə olunurdu. Damar yollarının açılmasında anju, yəni tıxanıqlığı falan götürməkdə istifadə olunur. 0,1% məhlulundan təbii ki. Dinamit, trinitrogliserin isə dinamit idi da, partlayıcı kimi istifadə olunur. Yəni nitro birləşmələri, üzvü maddələrin nitro birləşmələri əsasən də partlayıcı maddələr idi. Bunları əvvəldən də demişdik biz. Əgər burada 3 mol nitrat turşusu girərsə, trinitroselluloza, 2HNO3-dən girərsə, yəni C6H7O2 OH OH OH. Baxın, indi tutaq ki, bir dənə HNO3-dən reaksiya girir. Onda nə olacaq? Buradan yenə H, spirtdən H, bu spirt kimi özünü aparır. Burada bir dənə OH çıxır, yəni NO2 qalır. Onda bu OH-lara heç nə olmur, yerində qalır. Alınır C6H7O2 OH OH NO2 O qaldı, ONO2. ONO2, N-də nə? Plus, təbii ki, 2N, daha doğrusu 1N, H2O, çünki bir dənə gəlmişik də. Əgər 2 mol nitrat turşusu gəlsə, 2N H2O çıxar. 1N H2O çıxır və bunun da adı mononitroselluloza olacaq. Mononitroselluloza. 2 mol girsə, dinitroselluloza olacaq. Yadda saxlayın. Həmçinin sirkə turşusu ilə də 1 və 2 molda reaksiya girə bilər. 3 molda, maksimumda 3 mol birləşdirir. Ümumiyyətlə, karbohidratlardan saxarozanı bilirdik ki, yəni qaz sulfat turşusu neyini? Kömürləşdirir. Həmçinin nişastanı da, sellulozanı da sulfat turşusu neyini? Kömürləşdirir. Glukozanı da. Gəlin o kömürləşmə reaksiyalarını da yadımıza salaq. C6H12O6, yəni monosaxaridlərdən istəyir glukoz olsun, istəyir fruktoz olsun, galaktoz olsun, fərqi yoxdur. Bunların hamısını H2SO4 ilə reaksiyasından qatı. Baxın, kömür əmələ gəlir. Kömür. Və yaxud da C6H10O5 plus H2SO4 qatı
Təbii ki, bu da nişasta, əslində burada endi olmalıdır. Nişasta alınır. Deməli, yenə də kömür əmələ gəlir. C12, H22, O11, Helios, H2SO4 qatı. Bu da bu nişasta və yaxud da selluloza. Bu isə saxaroza və yaxud da onun izomerləri, maltoza, laktoza hər hansı biri. Biz bunu fərqli formatda da öyrənmişdik. Nə əmələ gəlirdi? 11 dənə C üstəgələk, CO üstəgələk, SO2 üstəgələk, H2O. Hamısı tərtəmiz kömür. Həm kömür əmələ gəlir, həm də qazlar çıxır. Şəkərin kömürləşməsi reaksiyasıdır. Disaxarid deməyə, polisaxaridlər də bu qədər. Yəni sellulozada. Yəni çox rahat dərsdir. Əslində sadəcə formullar biraz eybəcərdir. Onu da evdə məşq eləyin. Mütləq yazmağı. Məsələn, C6H7O2, 3 dənə OH. Bunu yazmağı məşq eləyin ki, məsələ düşəndə bizə əsas bu düstur lazımdır. Bax bu məsələlərdə.